fantaziyaların sərhəddi var. Fantaziyaların sərhəddinin olub-olmadığını bilmirəm. Ancaq bunu deyə bilərəm ki, bəzi fantaziyalar cütlüklərin sərhədlərini test edir. Yəni onlar o nöqtədə fantaziyanı etməkdən qorxu hiss edirlər və buna onların super egosu icazə verir. Yəni ki, o fantaziya ilə əlaqəli yoğun bir utanç duyğusu eyni zamanda başladığı üçün bəzən hətta cinsəllik sırasında o fantaziyanı etdikdən sonra, cinsel əlaqə etdikdən sonra bunun peşmançılığını yaşaya bilirlər və onun utancını yaşaya bilirlər. Daha sonraki əlaqələrdə bunu etməkdən çəkinə bilirlər. Yəni içlərində bir duyğu o fantaziya ilə çox ehtiraslanır və onu etmək istəyirlər. Digər tərəfdən bir beyinlərinin bir tərəfi isə onu bastıraraq icazə vermir. Belə halda biz onların qatı bir super egoya sahib olduqlarını və qatı sərhədləri olduğu üçün beyinlərinin o sərhədləri aşmasına icazə vermədiyini bilirik. Bu daha çox obsessiv-kompulsiv xarakter xüsusiyyəti olan insanlarda daha sıx görürük. Onlar çox monoton, çox tek düzey şəkildə bir cinsel əlaqədə olurlar və bir müddətdən sonra cinsel istəksizliklə baş-başa qalırlar.